Third Residence deyirik 16 mərtəbəli binanın 5-ci mərtəbəsində 142 kvadrat yeni təmirli, tam əşyalı, texnikalı mənzilimiz satışa çıxdı. Qanuni 3 otaqdır, 2 yataq otağı və 3 sanitar qovşağı var. 2 yataq otağının ikisinin də içində hamam otağı var. Gəlin sizə hol hissəsində proyekti izah edeyim, sonra qaydağın mənzillərdən, təmirdən və işlənən materiallardan danışım. Giriş qapısı dəyişdirilib, ən keyfiyyətlisindən qoyulub. Girən kimi sol tərəfdə qardırob mebeli, hol hissəsi, lazer kəsim qranitlər, pollar isti poldur. Deməli, birinci yataq otağı, daxilində hamam otağı var. Ümumi sanitar qovşağı, hol hissəsində olan mətbəximiz, bütün texniki avadanlıq hamısı yerləşdirilib, kvadrat şəkildə, kvadrat ölçüdə qonaq otağımız və əsas yataq otaqlarından biri də buradadır. Daxilində hamam otağı var. Patlok işləmələri, gizli işıq, spot, lüstrlar tam asılı vəziyyətdə. Divar işləmələrində neoklasik stildə təmir olunub mənzilimiz, abo işləmələrdir və belə bir dirisuarımız yanıb, güzgü arxası. Gizli işıqla güzgü işləmələr hol hissəsini daha da geniş göstərir. Gəlin elə olduğu kimi proyekti isə dediyim kimi gəzəyin mənzilimizi, qonaq otağı, 8 nəfərlik masamız, yumşaq dəstlər hamısı yerləşdirilib. Patlok işləmələrimizdə var, spotlar, lüstrlar, pərdələr tam asılı vəziyyətdə. Kompleksin bir çox bloklarına kupça verilib. Mən biləni, yəni bu blokda da kupça olmalıdır, yəni çıxarışımız var. Pollar hazır laklı bambuk parket, twistendin yeri yığılıb, arxası mərmər effektli panel işləmələr, böyük ölçülü Samsung televizor və altında belə bir şkaflarımız yerləşir. AUX kondisionerlər bütün otaqlarda var. İstilik sistemimiz kombidi, radiatorlar hamısı otaqlara qoyulub. Harda qranit görürsünüz. Hol hissəsi, sanitar qovşaqlar və mətbəximiz isti döşəmədir. AUX kondisionerlər də öz yerində gözəl rəflərlə bəzədilib, aksesuarlarla bəzədilib, güzgü işləmələri yenə də mənzilimizdə var. Mənzil güzgü işləmələr daha da geniş göstərək. Qonaq otağımızı bir bu tərəfdən də göstərək, zəhmət olmasa. Və belə. Gəlin gəzək mənzilimizi. Mətbəx hissəsi, hol hissəsindəki lazer kəsim qranitlər burada davam edir. Pollar isti poldur. Deməli, patlok işləmələrimizdə var. Lüstr, spotlar, AUX kondisioner, pərdə öz yerində. Belə bir gözəl bir künc divanımız qoyulub. Qarşısında masası. Mətbəx mebelimiz tam patoloka kimi yığılıb. Üstü tökmə mərmər, sinəli mərmər burada deməli qoyulub. Paltar yuyan və qabı yuyan. Bütün texniki avadanlıqlar hamısı təchiz olunub, boş markalı sobalar, belə bir möhtəşəm bir qaz peçi qoyulub, aspirator və soyuducu bu tərəfdədir. Yenə də Samsung markalı televizor öz yerində. Gəlin gəzək mənzili. Hol hissəsindəki sanitar qovşağı. Bu mənzildə işlənən bütün aksesuarlar hamısı Bred markalara məxsusdur və keyfiyyətli. Moydadır, güzgü, divar içi unitaz, bidesinə kimi hamısı qoyulub. Fərqli teksturada qranitlər, burada da pollar, isti pol, patlok işləmələrimizdə var. Lüstr, spotlar, havalandırma sistemi, qurutma sistemi, hamısı, bütün aksesuarlar keyfiyyətli quraşdırılıb.
Birinci yataq otağımız. Bütün yumuşaq dəstlər burada da hamısı yerləşdirilib. AUX markalı kondisionerimiz öz yerində. Lüstr öz yerində, spotlar, yenə də neoklasik təmirə uyğun lepka işləmələr, abo işləmələr, qardırob mebeli və daxilində sanitar qovşağı var. Gəlin bunu da mən sizə yaxından göstərim. Divar içi unitaz, moydadır, duş kabin, duş aksesuarları hamısı divar içidir, düzgü, hamısı düzgün quraşdırılıb, fərqli teksturada qranitlər, pollar, isti poldur. Davam edək gəzər mənzilimizi. Və sonuncu otağımız ikinci yataq otağıdır və çox geniş, yəni ikisi də master bedroom kimi istifadə edə bilərsiniz. Bu yataq otağı biraz da genişdir. Pollar hazır laklı bambuk parket, patlok işləmələrində var spotlar, lüstr taması vəziyyətdə yumuşaq dəstlər tam quraşdırılıb, çox bahalı keyfiyyətli mebellərdən bu otaqda istifadə olunub. Üzbəüz twisted, yanları qardırob mebeli, dizayna uyğun möhtəşəm yığılıb pərdələrimiz taması vəziyyətdə, AUX kondisioner öz yerində və bu otağın sanitar qovşağı, gəlin bunu da mən sizə yaxından göstərim. Deməli, daxil olduq. Yenə də divar içi unitaz, sol tərəfdə moydadır, güzgü, patlok işləmələrimizdə var lüstr, spotlar, havalandırma sistemi, duş kabin, divar içi duş aksesuarları, gözəl teksturada qranitlər, buranda polları isti poldur. Və belə dəyərli izləyicilər, bu mənzil barədə, qiymət barədə sonunda məlumat verim sizə. Mənzil yerləşir Heydər Əliyev mərkəzinin yanında, Nəriman Nərimanov metrosuna 5 dəqiqəlik piyada məsafədə gözəl bir kompleksdə Zümrüd Rezidence'də. 16 mərtəbəli binadır, 5-ci mərtəbəsində 142 kvadrat qanuni 3 otaqlı mənzilimiz satışdadır hal-hazırda. Eksklüziv olaraq açarı məndədir. Bakıda Evlər kanalına aiddir bu mənzilin satışı. Start olaraq qiyməti 620.000 manatdır. Real alıcılar əlbəttə ki indirim var. Növbəti çəkilişlərimizdə görüşərik. Sağ olun.